Hal-hazırda Bugatti Mistral'ın mühərrikinə ən yaxın dayana biləcəyim nöqtədəyəm. Gördüyünüz kimi W16 bir mühərrikimiz var. Bugatti'yə məxsus təbii ki, çünki artıq son bir neçə illərdə W16-nı demək olar ki, Bugatti'dən başqa heç bir avtomobildə biz görə bilmirik. Və Bugatti özü də açıqlayıb ki, Mistral bir dövrün sonudur. Yəni artıq W16-nı biz demək olar ki, Bugatti avtomobillərində görə bilməyəcəyik. Amma üzülməyə dəyməz, yanımızda olan Mistralda Quad turbo sistemi var. Quad dediyim, yəni 4 turbolu sistemləndir. Hansı ki, Bugatti'nin artıq öyrəşilmiş bir mühərrikidir. Biraz da daha detallı məlumat verəsi olsaq, 8 litr həcmindədir. 1600 at gücü verir. 4 turbo ilə birlikdə bu 8 litr. Ümumilikdə 16 silindirlidir və 0-dan 100-ə sürətlənməmiz sadəcə 2,4 saniyədir. Hazırsınızsa, səsində sizə qulaq asın.